Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Selamun aleykum əziz dəyərli möminlər. Xoş gördük sizləri bu Ramazan ayında. Allah ibadətlərimizi, itaətlərimizi, tutduğumuz orucları, ali oruclardan qərar versin inşallah. Bildiyimiz kimi əzizlər, bu ayın əvvəli rəhmət, ortası məğfirət, axırı isə cəhənnəm əzabından qorunmaqdır. Birinci 10 günlük rəhməti başa vurduq. İkinci 10 günlük Allahın məğfirət günləri başlayıb. Allah bizdən tövbə, istiğfar və təsbih istəyir. Bağışlanmaq istəyir ki, bu ayda, bu 10 günlükdə çoxlu Allahdan bağışlanma diləyək və günahlarımızın müqabilində Allahdan çoxlu istiğfar tələb eləyək. Abdurrahman ibn Hubeyrə belə nəqlidir. Kunna ində Rasulillah yevmən. Günlərin bir günündə Allahın Rəsulunun yanında idik. Və bizə belə buyurdu. Rəaytul barihətə əcaib. Ötən gecə çox maraqlı, heyrətamiz və təəccüblü bir yuxu gördüm. Qalə, ravi deyir ki, fəqulnə ya Rasulallah və ma rəaytə. Biz soruşdu ki, ey Allahın Rəsulü, yuxuda nə görmüsən? O maraqlı, o əcaib olan şey nə idi onu yuxuda gördün? Həddəsinə fidak, ənfusənə və əhluna və avladına. Bizə danış, canımız, ailəmiz və övladlarımız sənə fəda olsun, ya Rəsulallah. Fəqalə rəaytu rəculən min ümməti. Allah Rəsulü buyurdu ki, ümmətimdən olan bir kişini gördüm ki, qəd ətəhu mələkul mavt li qabzi ruhihi. Ölüm mələyi onun ruhunu və canını almaq üçün gəlmişdi. Fəcəəhu bir ruhu bi valideyhi fəmənəhu minhu. Amma valideynlərinə etdiyi yaxşılıq gəldi və onun ölümünün qarşısını aldı. Budur ki, buradan Peyğəmbər bu yuxuda görməklə, bu hadisəni bizə danışmaqla, bunun ibarəsi bundan ibarətdir ki, Peyğəmbər bizə burada tövsiyə edir ki, valideyninizlə yaxşı rəftar edin, ata-analarınızla yaxşı rəftar edin. Allah Quran-ı Kərimdə buyurur ki, وَلَا تَقُولُوا لَهُمَا اُفِّنْ. Onlara belə uf kəlməsi deməyin. Əgər ondan da başqa bir söz olsaydı, Quran-ı Kərimdə Allah Teala onu bizə çatdırardı. Uf kəlməsi belə də olsa, biz öz valideynlərimizə ən yaxşılıqları belə öz valideynlərimizə etməliyik. وَرَأَيْتُ رَجُلًا مِنْ أُمَّتِ عَلَيْهِ أَزَابُ الْقَبْرِ. Ümmətimdən olan bir kişini gördüm ki, qəbr onu əzab vermək istədi. فَجَاءَهُ وُزُّؤُهُ فَمَنَعَهُ مِنْهُ. Onun dəstəmazı gəldi və bu əzaba mane oldu. Biz çoxlu hədislər görmüş ki, dəstəmaz almaq insanın günahlarının kəffarət. Dəstəmaz almaqla insan həm zahirini, həm batinini eləyir, təmizləyir. Və buyurur ki, وَرَأَيْتُ رَجُلًا مِنْ أُمَّةِ عَلَيْهِ عَذَابُ الْقَبْرِ. Ümmətimdən olan bir kişini gördüm ki, qəbr ona əzab vermək istədi. وَلَكِنْ فَجَاءَهُ وُزُوهُ فَمَنَعَهُ مِنْهُ. Onun dəstəmazı gəldi və bu əzab ona mane oldu ki, qoymadı o dəstəmaz ona nə olsun? Əzab verilsin. وَرَأَيْتُ رَجُلًا مِنْ أُمَّةِ قَدْ اِهْتَوَشَتْهُ الشَّيَاطِينَ. Ümmətimdən olan bir kişini gördüm ki, qəbirdə şeytanlar onu dövrəyə aldılar. Qəbr evində gördüm ki, şeytanlar onu dövrəyə aldılar. فَجَاءَهُ zikruhullahi fənəccahum min beynihim. Allahın zikri gəldi və onların arasından xilas etdi. Budur ki, bu ayda çoxlu insanlar zikr etmədilər. Subhanallah, la ilahe illallah, Estağfirullah Rabbi və ətubu ilə, Estağfirullah və əsəluhu tövbə. Bu zikirlər həm insanın zahirini, həm batinini, həm mənəviyyatını gözəlləşdirən zikirlərdən biridir ki, Peyğəmbər buyurur ki, o şeytanlar ki, insanı qəbr evində əhatəyə almışdılar, Allahın zikri gəldi və onların arasında nə elədi? Onu xilas elədi. وَرَأَيْتُ رَجُلًا مِنْ أُمَّتِي. Ümmətimdən bir kişini gördüm ki, İhtəvəşəthul mələikətul əzəbi həcəuhu səlatuhu və mənəəthu minhum. Deyir, ümmətimdən olan bir kişini gördüm ki, əzab mələkləri ona əzab vermək üçün onu dövrəyə aldılar. Onun namazı gəldi
və onu neylədi? Xilas elədi. Bax, odur ki, əzab vermək üçün onu dövrəyə alan mələklər gəldilər, amma halbuki onun elədi ibadət, namazı, vacibatı gəlib, onu neylədi? Həmən o işdən onu xilas elədi. Və rəaytu rəculən min ümməti yəlhəsu atəşən. Ümmətimdən olan bir kişini gördüm ki, susuzluqdan dilini belə sallamışdı. Kulləmə varada havzən moniə. Su hovuzuna yaxınlaşanda su içmək istədi, ona mane olurdular. Qoymurdular ki, Kovsər suyundan içib sirab olsun. Qoymurdular, onu yaxına buraxmırdılar. Fəcəəhu siyamu ramazana fəsaqəhu və ərvahu. Ramazan ayında tutduğu oruc gəldi və onu su verərək neylədi? Sirab elədi. Budur Ramazan ayının fəziləti ki, biz bu Ramazan ayının fəzilətini dərk edib, gözəl şəkildə bu Ramazan ayını başa vurmalıyıq. Və rəaytu rəculən min ümməti və nəbiyyuna xalaqən. Ümmətimdən olan bir kişini gördüm ki, dövrə vurub oturmuş peyğəmbərlərin arasına girmək istəyirdi. Ümmətimdən olan bir kişi ki, bir dəstə peyğəmbər əyləşib, bu da isə o peyğəmbərlərin cərgəsinə daxil olsun, amma daxil ola bilmədi. Kulləmə ətə həlqəhu turid. Amma hər dəfə dövrəyə yaxınlaşanda onu qovurdular. Fəcəəhu ixtisaləhu minəl cənabə. Cənabətdə aldığı qusul gəldi. Fəəxəzəhu biyədihi fəəcləsəhu ilə cəmbi. Və onun əlindən tutub mənim yanımda əyləşdirdi. Bəzən insanlarımız çox zəhlənkar yanaşırlar. Cənabət qusulundan gəzirlər, namaz qılmırlar, ibadət etmirlər, itaat etmirlər. Cənabət qusuluna zəhlənkar yanaşırlar. Əgər bir insan cənabət qusulu onun boynunda qalsa, 40 gün o evə mələklər gəlməz. Onun ibadəti 40 gün qəbul olmaz. Cənabət qusulu budur ki, insan cənabət qusulu almaqla Allahla öz razı niyazını çoxaldır və peyğəmbərlərin görüşünə nail olmaq üçün bir vasitədir. Allahdan dua eləyək ki, bu Ramazan ayında bu əməllərə gözəl şəkildə əməl etməyi bizlərə nəsib eləsin. Bizi Muhammed Ali Muhammeddən ayrı salmasın. Ənimdə duamız Mevlamız Sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.